الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الرسول بلغ ما أنزل إليك من ربك فإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين صدق الله العلي العظيم. Bugün Zilhicce ayının 18'i İslam dünyasının ve ehl-i severler için vilayet günüdür, yani Qədir-Xum bayramıdır. Bu bayram münasibetiyle bütün ehl-i severleri tebrik edirik. Allah'tan böyle Həzrət Əli Aleyhisselam hakkına Allah tala olunan ibadetlerimizi qəbul eləsin, olunan dualarımızı qəbul eləsin. Allah tala bizleri qiyamətdə Peyğəmbər və əhl-i beyt ilə məhşur eləsin inşallah. Qədir-Xum günü, yəni vilayət bayramı elə bir yüksək bayramdır ki, hər bir əhl-i beyt sevən insan buna yüksək dəyər verməlidir, qiymət verməlidir. Yəni bayramlar müxtəlifdir. Hər bayramın özünün dəyəri var, özünün qiyməti var, özünün fəziləti var. O cümlədən də Qədir-Xum bayramının da həm Allah yanında, həm Peyğəmbər yanında, həm əhl-i beyt sevərlər yanında böyük dəyəri var. Xoş şəxsidir ki, Qədir-Xum gününün mahiyyətini dərk edə bilsin və bilsin ki, bu necə bayramdır və nə üçün bugünkü günü bayram edilir. Yəni, bayram yalnız yemək içməklə tamamlanmır. Görürsən, bir Novruz bayramında 3 ay insanlar çalışır, bir gün Novruz bayramı günün yemək üçün elə bir bayram. Amma Qədir-Xum bayramı İslam aləmində ən bəyənilmiş, ən dəyərli, ən qiymətli bayramlardan biridir. Allah buna qiymət verir. Allah Peyğəmbərə əmr edir ki, bugünkü günü vilayət günü adlandırsın. Bugünkü günü cəmaətə əhl-i beyti tanıtdırsın. Əgər həmən gün Allahın əmri olmasaydı, Qədir-Xum günündə İslam Peyğəmbəri sallallahu aleyhi və səlləm aleyhisselamı tanıtdırmasaydı, onda vilayətdən əsər, əlamət qalmazdı. Yəni, onu tanıtdırmaqdan bir daha bizlər üçün böyük bir qiymətdir ki, görün, Allah nə qədər bu günə dəyər verir ki, Peyğəmbərə xitab edir, ya Peyğəmbər dayan, getmə və sən risaləti təbliğ etdin, qurtardın, indi vilayəti cəmaata tanıtdır. Əgər bunu etməsən, sən öz vəzifə borcu yerinə yetirməmiş olursan. Yəni, əgər vilayət deyilməsə, deməli, Peyğəmbərin 23 il təbliğatı naqis şəkildə qalardır, tamamlanmazdır. Ayədə oxuduğum ayə Maidə surəsinin 67-ci ayəsidir. Allah buyurdu ki, ya Peyğəmbər, Allah tərəfindən, yəni Rəbbin tərəfindən sənə nazil olan, endirilmiş Qur'anı təbliğ et, ayələri təbliğ et. Əgər bunu etməsən, Allahın risalətin sənə həvalə etmiş Peyğəmbərlik vəzifəsini yerinə yetirmiş olmursan. Allah səni insanlardan qoruyacaq, münafiq insanlardan qoruyacaq, müşrik insanlardan qoruyacaq. Həqiqətən Allah kafir cəmaati heç zaman hidayət etməz. Allah bizi istəyir ki, biz hidayət olunmuşuz. Allah bizi istəməsəydi, biz hidayəti qəbul etmiş olmalıyıq. Görür, bizim Allah yanında nə qədər qədir qiymətimiz var ki, biz bugün bunu qəbul etmişik. Qəbul edəndən sonra bugün gündə biz bunu bayram edirik. Yəni, hər insan düşünməlidir ki, bugünkü günü
istər davranışında, istər ailədə, istər cəmiyyətdə, ictimai yerlərdə bayram əhval-i-ruhiyyə ilə yaşamalıdır. Yəni, bugün həqiqətən Əhl-i Beyti sevən insan, Əhl-i Beytin xoş günündə şadlanmalıdır, qəm günündə qəmlənməlidir. Bugün Əhl-i Beytin xoş gün olduğuna görə hamımız şadlanmalıyıq ki, bugün vilayət günüdür. Vilayəti biz qəbul etmişik və buna görə də biz bugünkü günü bayram etməliyik, bir-birimizə təbriklər deməliyik, bir-birimizə bayramlıq etməliyik. Hər bir insan bir-birinə qarşı öz məhəbbətini göstərməlidir. Qədir sözünün mənası o deməkdir ki, yağış suyunun yığılan bir çuxur idi. O yerin adı Qədir-Xum idi. Elə bir məntəqədə yerləşir ki, Məkkə ilə Mədinə arasında, yəni Körpəyə 2-3 mil yol məsafəsində yerləşir. İslam Peyğəmbəri 18 il, yəni bugünkü gündə o yerə yetişdi və Allahın əmri ilə vilayəti bugünkü gündə elan etdi. Fərat ibn Əhməd adlı bir şəxs deyir ki, İmam-ı Sadiq əleyhissalama ərz etdim. Zu'iltu fidakəhəl musliminə idə afdalı minəl fitr vəl-ədha vəl-yevmul cümə və yevmul ərəfə. Sənə fəda olun, sənə qurban olun. Müsəlmanlar üçün Fitr bayramından, Qurban bayramından, Cümə bayramından, Ərəfə bayramından da fəzilətli bir bayram varmı? Yəni, bizlər həmkəsən Qurban bayramını çox təntəralı keçiririk, Fitr bayramı oruç durub, Fitr günü bayram edirik, Ərəfə günü gözəl bayramdır, Cümə günü bayramdır. Amma bu şəxs İmam Sadiq əleyhissalamdan soruşdum ki, sənə fəda olun, Fitr bayramından, Qurban bayramından, Ərəfə günündən, Cümə günündən də müsəlmanlar üçün gözəl bir bayram varmı? Həzrət buyurdu ki, Nəəm əfzəluha və əzəmuha və əşrəfuha indəllah mənzilə və huvəl-yevməl-ləzi əkmələllah bihi-d-din və ənzə alə nəbiyyi. Həzrət buyurdu, bəli, o günlərdən də, o bayramlardan da fəzilətli bir bayram var, o da Qədir-Xum bayramıdır. Yəni, Qədir-Xum bayramı, Fitr bayramından da, Qurban bayramından da, Ərəfə günü bayramından da, Cümə günü bayramından da heç zaman geri qalan bir bayram deyil, çox fəzilətli bir bayramdır. Bizdir ki, Allah Teala Quranda buyurdu ki, oxuduğum ayədə Əl-yom əkməltulləkum dinəkum və əfnantə əleykum ni'mətə və rəsikulləkum İslamə dina. Yəni, bugünkü gündə Allah Teala bu ayəni nazil etdi ki, bugün dininizi sizin üçün kamil etdim, din kamilləşdi, sizə olan nimətini tamamladım və sizin üçün din olaraq İslam gününü seçdim, yəni bugünkü gündə bu oldu. Buna görə Qədir-Xum bayramı çox fəzilətli, çox dəyərli, çox qiymətli bir bayramdır. Hər bir insan özünün Əhl-i Beytə olan məhəbbətini bugünkü gündə göstərməlidir. İstər qəlbən, istər zahirən. Qəlbləri Allah görür. İnsanın qəlbində nə qədər məhəbbət olsa, bunu əməlində göstərməsə, onu görmək, bilmək olmaz. Yəni, qəlbləri Allah görür. Heç olmasa insanlar öz surətində, öz üzlərində də olarsa, öz sevincini göstərməlidir. Bir-birlərinə həmən günü bildirməlidir ki, bugün bizim vilayət bayramımızdır, bugün bizim ən şad günümüzdür. Şəxs buyurdu ki, İmam Sadiq əleyhissalam ki, bizim bugünkü gündə vəzifəmiz nədir? Yəni, Qədir-Xum günü müsəlmanların vəzifəsi nədən ibarətdir? Həzrət buyurdu ki, ibadət günüdür bugünkü, şükür günüdür, sevinç günüdür. Çünki Allah bugünkü gündə bizim vilayətimizi bizə əta edir. Həzrət Peyğəmbərin buyurdu, Yevmul Qədir əfsələ əyad-ı ümməti. Mənim ümmətlərim üçün ən yaxşı bayram Qədir-Xum bayramıdır. Əli ibn Hüseyin Əbdi bir şəxsdir, deyir ki, İmam Sadiq əleyhissalamdan eşitdim ki, İmam Sadiq əleyhissalam buyurdu ki,
Qədir-Xum günü oruç tutmağın böyük fəziləti var, böyük səbəbi var. Bir şəxs Qədir-Xum günü oruç tutsa, bir ömür oruç tutmağın fəzilətin səbəbini qazanmış olar. Yəni bir ömür 50 ildir, 60 ildir, 80 ildir, hərə Allah Teala nə qədər ömür verir. Amma bir gün Qədir günü oruç tutmaq, bir ömür oruç tutmağın savabını Allah Teala o günə kafir. Allah onu öz bəndəsinə verir. Yəni bugün Allah yanında dəyərli olduğuna görə bugünkü günün orucun Allah Teala o şəxs üçün bir ömür orucun savabını verir. İmam Sadiq Aleyhisselam'dan bu hədislər rivayət olunur. İmam Sadiq Aleyhisselam buyurur ki, hər kəs zöhr vaxtına qədər Qədir-Xum quslu edə. Yəni bir qusludur ki, müstəhəbdir ki, zöhr namazından qabaq qusludur ki, Qədir-Xum quslu edirəm, qurbətin Allah. Zöhr namazına qədər Qədir-Xum quslu edə. Allah'tan arzuları nə varsa, hər nə arzu edərsə, Allah o şəxsin hacətini arzusunu görəcək. 2 rəkət namaz qılar. Hər rəkətdə Həmd surəsindən sonra 10 dəfə İxlas surəsini, 10 dəfə Ayət-əl Kürsünü, 10 dəfə Qədr surəsini oxuyar. Allah'tan hər nə arzusu varsa onu diləsin. Bunları edərsə Allah o şəxsə həccin, ümrənin, yəni müstəhəb həcclərin, müstəhəb ümrələrin savabını verir. Həzrət hətta buyurdu ki, həmən gün əgər bir şəxsin işi olar, bu əməlləri yerinə yetirə bilməyə, sonraki gün onların qəzasını da edə bilər. Allah yenə o qəzaya bir xatir, o şəxsə savab verəcək. Hər kəs, Həzrət buyurdu ki, Qədir-Xum günü möminlərə taam verər, yəni bayram süfrəsi yasar, möminləri o bayram süfrəsinə dəvət edər. 100.000 adama verilən taamın savabını qazanacaq. Özdə 100.000 adam kimlər olar? Hamısı peyğəmbərlər olar, salihlər olar, sadiqlər olar, şəhidlər olar. Yəni bu rütbədə olan insanlar o süfrəyə cəm olalar, onların savabını şəxs qazanmış olar. Yəni bugün Qədir-Xum gününün bayramının fəziləti İmam Sadiq Aleyhisselam'a Peygamber sallallahu aleyhi ve sellem nə qədər dəyərləndirir və bizlər də bugünkü günün mahiyyətini başa düşək və bilək ki, biz üçün ən gözəl bayramlardan biri də Qədir-Xum bayramı. İmam Sadiq Aleyhisselam buyurur ki, "Əd-dirhamu fihi bi əlfi dirham." Qal "Ləəlləkə tərə ənnəllaha əzzə və cəllə xələqə yevmən əzəmə hürmətən minhu." La vəllah, la vəllah, la vəllah. İmam Sadiq Aleyhisselam buyurdu ki, bir dirhəm, yəni bizim diləcək 1 manat, Qədir-Xum günündə pul xərcləmək bayram üçün 1000 manat xərcləməkdən üstündür. Həzrət buyurdu ki, güman etmirəm, Qədir-Xum bayramından üstün Allah təala bir bayram xərc edir, güman etmirəm. Yenə Həzrət İmam Sadiq yox, yox, and olsun Allaha, Qədir-Xum günündən üstün bir bayram tanınır. Yəni Qədir-Xum günündən üstün bir bayram Allah xalq edir. Yəni ən gözəl bayram, bayramlar içində ən fəzilətli bayram Qədir-Xum bayramıdır. Yəni bunun başa düşür, dərk edən insanlar, bunu qəbul edən insanlar, Əhl-i Beytə məhəbbəti olan insanlar, Əhl-i Beyti tanıyan insanlar üçün bundan üstün fəzilətli bir bayram olacaq. Əlqəmə Muhammed Həzrəmi bir şəxsdir. Onun oğlu rivayət edir ki, İmam Baqir Aleyhisselam'dan bu macəranı nəql edildi, mən eşitdim. Həzrət İmam Baqir Aleyhisselam buyurdu ki, Xəccə Rasulullah minəl Mədinə və qəd bəlləğə cəmiə şərayi qavməhuma xəlal xəcc vəl-bilayə. Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinədən Məkkəyə yola düşdü, həccin əməllərini insanlara öyrətsin və yerinə yetirsin.
O zaman İslamın qanunları, şəriət, Peyğəmbər tərəfindən ümmətlərə çatdırılmışdı. Yalnız həccin əməlləri qalmışdı. Həccin qanunları qalmışdı ki, cəmaat bunu öyrənsin. Bunu da Allahın əmri ilə İslam Peyğəmbəri cəmaata öyrənir. İmam Baqir Əleyhisselam buyurur ki, Hicrətin 10-cu ilində Allah Teala tərəfindən Cəbrail Peyğəmbərə nazir oldu və ərz etdi, ya Rasulallah, Allah sənə salam göndərir və salamdan sonra buyurdu ki, hər bir Peyğəmbər dünyasını dəyişdirəndə onun dini kamilləşirdi və onun yerinə bir canişin olurdu. İndi sənin də ömrün son vaxtlarıdır. Amma iki əməl qalıb, onları cəmaata çatdırmalısan. Biri həccin əməlləridir, biri də vilayəti tanıtdırmaq. Yəni, Peyğəmbər ömrünün son yaşında həccə yola düşmək üçün bütün ərəb yarımadalarına adam göndərdi, xəbər göndərdi ki, axırında həcc vidasıdır, hər kəs istəyir, mənimlə həccə gələ bilər. Tarixçilər yazır, bəziləri 70 min yazırlar, bəziləri 100 min yazırlar. Nə qədər adam olub, eşidənlərə hamısı Peyğəmbərin cəblərinə qoşulub, həccə yola düşdülər. Məqsəd, Peyğəmbər sallallahu aleyhi və səlləm həccin qayda qanunlarını, əməllərini o insanlara öyrətsin və vilayəti cəmaata elan etsin. Buna görə İslam Peyğəmbəri Mədinədən gəlib Şəcərə məscidinə sonra ehram bağladılar və ehram bağlayandan sonra ləbbeyk sədası altında Kəbə yola düşdülər. Hətta yazıqlar yazır ki, Mədinədən ləbbeyk deyə ta Kəbə evinə qədər zəvvar etdi. Çünki ilk dəfə idi vahid rəhbərlik altında həccin ziyarətinə bu qədər adam edir. Hətta Peyğəmbərimiz həccin bütün qanunlarını insanlara öyrətdi ki, bugünkü gündə də həccə gedən bütün müsəlmanlar o qanuna əməl edirlər və o əməlləri Peyğəmbərimiz necə öyrədirsə, o cürdə yerinə yetirirlər. Həcci ziyarət edəndən sonra Qədir-Xum deyilən yerə yetişdi. Elə bir yerdir ki, Məkkə ilə Mədinə arasındadır, 4 yol ayrıcısıdır. Yolun biri İraqa gedir, biri Mədinəyə gedir, biri Misrə gedir, biri də Yəmənə gedir. Elə ki, o yerə yetişəndən sonra Allah Teala tərəfindən Cəbrail nazil oldu və oxuduğum ayəni oxudu. Ya əyyuhər rəsul, bəlliğ ma unzile ileykə min rabbik və in ləm təfəl fəmə bəllğtə risalətəhu və Allahu yəsimuka minən nas. Ya Peyğəmbər burada dayan və Allahın sənə indirmiş Qur'anı cəmaata çatdır və vilayəti bu yerdə cəmaata elan edir. Elə bir çukur yerdə, hava çox isti idi. Nə kölgənəcək yer var idi, nə də istirahat etmək üçün bir yer idi. Amma Allahın əmri olduğuna görə Peyğəmbər dayandı, qabağa gedən insanlar da geri çağırdılar və gözlədilər, arkada olan insanlar da gəlib yetişdi. Zöhr namazını az qalmışdı. Zöhr namazının azanı deyildi. Hətta tarixçilər yazır ki, hava o qədər isti idi ki, qum qızmışdı, insanların ayaqları yanırdı. Bəziləri öz əvalarını saldır, ayaqlarının altına ayaqları yanmasın, bəziləri başlarını üstünü öpürlər ki, gölgə salsınlar. Xüləsə, namazı qolub qutarandan sonra istilər yola çıxma, Peyğəmbər də dayanır. Allahın bir qiyamı var, səs atılacaq. Daşlardan və dəvələrin cihazlarının bir mənbər verir. İslam Peyğəmbər həmən günlərə çıxıb, Allah Teala'ya salam salavatı göndərəndən sonra insanlara müraciət edir. Ey insanlar, mənim səsimi eşidirsinizmi? Hamı deyir, ya Rasulullah, sənin səsini eşidir. Cəmaat təəccüb edirdi ki, bu günün istisində görəsən Peyğəmbər bizdən nə demək? İslam Peyğəmbər buyurdu ki, mən məhsulam,
sizə bu dediklərimi çatdırın, buna məndən mənasız olar. Siz mənim barəmdə nə şəhadət verirsiniz? Cəmaat hamı uca səslə dedilər ki, biz şəhadət veririk ki, sən üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişsən. Yenə Həzrət öyle deyir, cəmaat, sizlər mənim səsimi eşidirsinizmi? Buradakı hamımız sənin səsini eşidir. İslam Peyğəmbəri buyurdu ki, hədsin əməlləri seyrətdir. Amma əlavə iki əmanət var. Biri Qur'an-ı Kərimdir, biri mənim əhl-i beytimdir. Əgər bu ikisindən yapışsanız, siz doğru və hidayət yolunu taparsınız. Yox, əgər bunlardan ayrılsanız, mütləq zəlalata düşər olarsınız. Əhl-i beytlə Qur'an bir-birindən ayrılmazdır. Bunları bir-birindən ayırmaq olmaz. Bunların hər ikisindən yapışmaq lazımdır ki, sizlər doğru yola hidayət olunasınız. Əgər bunları etməsəniz, sizlər usuruma gedəcəksiniz. Eyni zamanda tarixçilər yazır ki, İslam Peyğəmbəri Həzrət Əli Əleyhisselamın qolundan tutub qaldırdı. Cəmaata tanıtdırsın, cəmaat onu görsün. Yəni Peyğəmbərimiz və imamlarımız cəmaata hər nə deyirsə, onu açıq dəlillə gəldilər ki, yəni cəmaat üçün qaranlıq bir yer qalmaz. Peyğəmbərimiz də əgər Həzrət Əlinin qolunu tutub qaldırıb cəmaata göstərməsəydi, bəzi insanlar şübhə ilə yanaşardı ki, biz görmədik ki, Peyğəmbər kimi də göstərir. Həzrət Əlini qəbul etməyən insanlar üçün bir əsas olardı. Çünki İslam Peyğəmbəri bilirdi. Həzrət Əlini istəyən adamlar çox az idi. Yəni Peyğəmbərin vaxtında bütün müharibələrdə, bütün döyüşlərdə Həzrət Əli Əleyhisselam ordu sədrədəsi olur. Və hər zamanda, hər hansı bir müharibə gedirsə, orada qələbə çalıb, qalib formada geri qayıdır. Yəni qələbə çalıbsa o insanların ən böyük sərkərdələrini öldürən Həzrət Əli Əleyhisselamdır. Amma məqsəd İslamı təbliğ etməkdir. İslama qarşı olunan hücumları dəf etmək üçün bunlar baş verir. Buna görə İslam Peyğəmbəri Həzrət Əleyhisselam qolun tutub qaldırmadan məqsəd buyur ki, orada olan 70 min və yaxud 100 min insanlar görsünlər ki, mən kimi deyirəm ki, Əli ibn Əbi Talib əleyhissalam, mən kuntu Mevlahu və Allah Əliyyum Mevlah, mən hər kimin Mevlasıyam, bu Əli də onun Mevlası. Cəmaat, hər kimi burada varsınızsa, burada olmayanlara, öz şəhərdə olanlara xəbər çatdırın ki, məndən sonra mənim xəlifəyəm, Allahın vəlisi Əli ibn Əbi Talib əleyhissalam. İslam Peyğəmbər bunu itmam höccət üçün bütün insanlara Həzrət Əlinin qolundan tutub qaldırıb göstərdi ki, insanlar onu öz gözü ilə görsünlər. Eyni zamanda ondan sonra Peyğəmbərimiz dua etdi. Əlini qaldırıb Allah dərgənə dua etdi. Allahümə vali mən vəlahu və adən mən adahu və xibbə mən əhabbəhu və əbriz mən əbğadahu və ənsur mən nəsərəhu və əxsul mən xəzələhu və ədril haqqə məəhu xeytü dar. Ey Allah! Onu sevənləri sən də sev. Onunla düşmən olanlar var, sən də düşmən. Yəni Peyğəmbərimiz dua etdi bundan. Ona qəzəblənən kəslərə sən də qəzəblən. Kim Həzrət Əliyə qəzəblənsə, deyən Allah, sən də ona qəzəblən. Ona kömək edənlərə sən də kömək et. Və haqqı ona yoldaş et. Onu haqdan heç zaman ayırma. Yəni, Əli hardadırsa, haqq da oradadır. Peyğəmbər özü verdi ki, haqqı Əlidən heç zaman ayırma. Haqq hardadırsa, Əli də oradadır. Əli hardadırsa, haqq da oradadır. Sonra Həzrət buyurdu, Əla təyyubliği şahidul qalib. Agah olun. Agah olun, insanlara buyurdu ki,
Burada onların vəzifəsi bundan ibarətdir ki, bu xəbəri çatdırmaqla, yəni bu xəbəri siz çatdırılır, sizin də vəzifəniz bu olacaq ki, siz də bu xəbərləri burada olmayanlara çatdırasınız. Və bunu Peyğəmbərlərimizə Peyğəmbər sallallahu əleyhi və səlləmin üzündən tər axırdı. Yəni günəşin sifəsindən tər axırdı. Cəmaət dağılışmamış, Allahın vəhiy Peyğəmbərə nazil oldu. Yəni Peyğəmbər sözünü cəmaata çatdırdı. Cəmaət hazırlaşır ki, dağılışsınlar. Allahın ayəsi Cəbrəil vəsi nazil oldu. Əl-yəvmə əkməltu ləkum dinəkum və ətməmtum əleykum ni'məti və razıytu ləkumul İslamə dina. Bugün dininizi sizin üçün kamil etdim. Yəni Həzrət Əlinin vilayətini elan edəndən sonra ayə nazil oldu. Yəni ona qədər din kamil olmamışdır. Elə ki, vilayət elan olunandan sonra Həzrət Cəbrəil vəsi ayə nazil oldu ki, Allah budur, bugün dininizi sizin üçün kamil etdim, sizə olan nimətini tamamladım və sizin üçün din olaraq İslamı seçdim. Namaz qılan zaman, bunu çox demişəm. Fatihə surasının 60-cı ayəsində Sıratəl-ləzīnə ən'amtə əleyhim qayril məğdubi əleyhim və ləd-dallin. Bu ayəni oxuyuruq. Allah bizi nimət verdiyi şəxslərin yoluna yönəlir. Nəinki zəlalətdə olan şəxslərin yoluna yönəlir. Əgər sual olsa nimət verdiyi şəxslər, Allah yaratdığı insanların hamısına nimət verir. İstər mümin olsun, istər qeyri-mümin olsun, istər müsəlman olsun, istər kafir olsun, istər müşrik olsun. Bəşərdirsə, Allah yaradan insandırsa, Allah bunların hamısına nimət verir. Və burada nə üçündür ki, nimət verdiyi insanların yoluna məni yönəldir. Nimət vermədiyi, zəlalətdə olan insanların yoluna yönətmir. Və bu nimət nə nimətdir? Çox təsvirlər yazırlar ki, o nimətdən məqsəd vilayətdir. Yəni, Allah məni vilayəti qəbul edən, vilayəti sevən insanların yoluna, o niməti mənə qismətir. O bir nimətdir ki, vilayət, hər kəs onu qəbul etsə, ən yüksək nimətə nail olur. Biz də hər gün Fatihə surəsini oxuyur ki, Allah nimət verdiyin insanların yoluna məni yönətmə hidayətinə. O nimət ki, əhl-i beytdir, o nimət ki, vilayətdir ki, vilayəti qəbul edən şəxslərin yoluna məni hidayət, mən də o şəxslərin yoluna gedim. Yəni, böyük bir nimət ki, Allah Teala bu niməti bizlərə verir, bizlərə əta edir və o niməti verməklə din kamil oldu. Eyni zamanda nimətimiz tamamlandı, yəni naqis bir şey qalmadı. Və din olaraq Allah Teala bizim üçün İslam dini seçdi. Həzrət Peyğəmbərimiz buyurdu, Allahu Ekber, Allahu Ekber, əla ikmal-ı din və ikmal-ı nimə və rıza Rəbbi li risaləti və vilayəti li əliyyin min bə'di. Allah böyükdür, Allah böyükdür. O Allah ki, dinin kamil və nimətin bizə tamamladı. Dinin də kamil etdi, nimətin də bizi tamamladı. Nə üzrə? Həzrət mənim nübüvvətimdən və Əlinin vilayətindən Allah nimətini üçün tamamladı. Yəni, Peyğəmbərin nübüvvəti ilə və Əlinin vilayəti ilə nimət biz insanlar üçün tamamlandı və Allah Teala Peyğəmbər buyurdu, məndən razı və xoşnud oldu. Yəni, bu vilayəti elan etməklə, cəmaata çatdırmaqla Allah məndən razı oldu. Allah Teala ancaq izzətinə gələn Allah Teala hər birimizin əməlindən, bizlərdən razı olsun inşallah. Allah Teala bizləri əhl-i beytin yolunu davam edənlərdən qərar versin. Qiyamətdə bizləri Peyğəmbər və əhl-i beyt sevərlərdən qərar versin. Qiyamətdə Allah Teala bizləri əhl-i beyt və Peyğəmbərdən ayrı salmasın. Bizləri onlarla məşhur eləsin. Allah Teala bütün dünyadan gedənlərə rəhmət eləsin. Allah Teala o məsumlara xatir bütün xəstələrimizə şəfa versin. Allah Teala gələcək
günlərimizi xeyirli eləsin. Allah təala bütün bəla və xətaları dövlətimizdən, xalqımızdan, ölkəmizdən uzaq eləsin inşallah. Allah təala həmişə xalqımıza xoş günlər nəsib eləsin inşallah. Əssalamu aleykum və